Elə indicə isti-isti mesaj gəldi və izləyicilərimizdən biri price action haqqında məlumat almaq istədi. Yəni sual belə oldu ki, price action'la mən ticarət edirəm. Bu nə dərəcədə düzgündür və bu davamlıdırmı, davamlı deyildirmi? Gəldi də bu çox maraqlı sualdır. Price action. Price action elə birbaşa Elliott dalğa nəzəriyyəsinin bir hissəsidir. Yəni ayrılmaz bir hissəsidir. High and high, low. Yəni price action'a vurulur ki, səs göndərmişdi ki, vurulur ki, hələ ki uğurlu alınır. Yəni uğurlu alınır deyəndə əslində price action təbii ki, yəni məqsədli şəkildə və tempini tutandan sonra istənilən əməliyyatlarımız uğurla olacaq. Amma məsələlərdən biri nədir? Məsələlərdən biri odur ki, demək bizə açıqlamadı ki, hansı valyuta ilə işləyir. O valyuta ilə hansı valyuta ilə işləyirsə, onu bizə desin, biz ona uyğun bir plan düzə bilərik onun üçün. Nə üçün? Çünki hər bir valyutanın özünün hərəkət diapazonu var. Bu da həftə-həftə dəyişir. Məsələn, deyək ki, price action'da impuls gələndə hansı bir valyutada, məsələn, deyək ki, euro dollarda, funt dollarda, qızılda ümumiyyətlə price action mükəmməl dərəcədə işləyir. Özdəki işlər, özdəki yəni çox yüksək gəlir də verir. Amma bilmək lazımdır ki, gün ərzində bu price action, məsələn, impulslar yuxarı doğru korreksiyadan sonra neçə dəfə davam edəcək. Bunu bilmək lazımdır. Məsələn, deyək ki, euro dolları, funt dollarda 2 dəfə ola bilər. Yəni, biri daha çox, ikincisi ondan biraz az və yaxud da birinci az, ikincisi ondan daha çox, üçüncüsü isə artıq yəni ləngiyə bilər. Bu saatlardan asılıdır. Birinci nədən asılıdır? Birinci asılıdır valyutadan. Həftə-həftə yəni dəyişir. İkinci asılıdır saatdan, o mütləq. Üçüncü də xəbərdən asılıdır. Bunu mütləq bilmək. Və dördüncü də asılıdır gündəlik missiyadan asılıdır. Yəni bu təqdirdə əgər ticarət edirsinizsə, yəni mümkünsə valyutaları bizə söyləyin və günün hansı hissələrində yəni price action tamamlayır və siz bazara girirsiniz, biz onu müəyyən edək, hansı zamanda neçə punkt hərəkət edəcək. Və bir də nəzərə çatdım ki, sizdən çox xahiş edirəm. Dəfələrlə bunu deyirəm ki, siz yazanda mümkünsə özünüzü təqdim edin, adınızı, soyadınızı deyin ki, biz ona görə sizə müraciət edək. Yəni bizə operatorlar bizə göndərirlər, səs göndərirlər və yaxud da ki, suallar göndərirlər, amma ad yoxdur. Mümkünsə çox xahiş edirəm sizdən adınızı deyin ki, biz bilək o ilə sizə müraciət edək. Yəni çox vaxtı nəysə, yəni demək istəyirəm ki, mümkünsə adınızı təqdim edəcək, adınızı, soyadınızı desəz mükəmməl olar. Belə price action ikinci sualı ondan ibarət idi ki, fon hesabları mı yoxsa mən hesabımı artırım. O növbəti videoda baxarsınız ona. Price action təbii ki, price action maraqlı bir deyək teoriyada maraqlı bir strategiyadır və bu strategiya ilə təbii ki, gün ərzində ən azından 2 dəfə və yaxud da 3 dəfə qazanmaq olar. Amma yenə dediyim kimi valyutaya baxmaq lazımdır, xəbərə baxmaq lazımdır və saata baxmaq lazımdır. Eyni zamanda gündəlik missiya, yalnız o gündəlik missiya bizdədir. O missiyaya uyğun hərəkət etmək lazımdır. Belə də ki, yəni price action həqiqətən çox gözəl işdir. Price action'da mütləq trend xəttini istifadə edin. Trend xətti üzərində hərəkət edəcəm və yeni maksimumda neçə punkt, ən maraqlısı və əvvəlki haydan neçə punkt keçməlidir ki, neçə pips keçməlidir ki, siz əməliyyat